ARB kanalının yayımı dayandırılır. Globalas xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Şuranın bu gün keçirilən iclasında ARB kanalının efirində media haqqında qanunun pozulması faktı müzakirə olunub. Yanvarın 10-da kanalın efirində saat 23:00 23:55 arası yayımlanan 8 serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, media haqqında qanunun 14.1.6-cı maddəsinin tələbinin əxlaqdankənar leksik, söyüş məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub. Qeyd olunanlar nəzərə alınaraq, Audiovizual Şura tərəfindən ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul edilib.